اللهم صل على محمد وآل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، حبيبنا حبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله طيبين طاهرين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: بسم الله الرحمن الرحيم. ولقد كرمنا بني آدم. صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e salavat ediyoruz inşallah. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İbadet, itaat, dualarımızın, hacetlerimizin kabul olunması için Peygamber Ali Peygamber'e salavat ediyoruz. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Aziz gündür, cuma akşamıdır. Şehitlerimizin ruhlarına salavat ediyoruz inşallah. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ve bayram günüdür. Allah Teala bütün Müslümanlara, müminlere bugünkü günü mübarek eylesin inşallah. Allah Teala bu cuma gününü bütün mümin-i müminat, Müslüman Müslümatlara hayırlı ve bereketli karar versin. Allah Teala bugünkü günde hem Kadir gecesi, hem bayram günü, hem mübarek Ramazan ayı, Allah Teala bu günlere hatir dualarımızı, hacetlerimizi kabul eylesin. Allah günahlarımızı bağışlasın. Allah devletimizi, milletimizi, bayrağımızı həmişə uca eylesin inşallah. Ve her birinize Allah'tan can sağlığı arzulayıram inşallah. Ve malumdur, mübarek Ramazan ayında yaşayırıq. Bu mübarek Ramazan ayı insana bir neçə şeyləri təlim edir, öyrədir. İnsanın bugünkü günlərdə, bugünkü gecələrdə Allah'tan dua eləməsi, Allah'tan bağışlanma diləməsi və Allah'ın rəhmətinə yaxın olması, Allah'ın rızayətini qazanması Ramazan ayının günləri insana bu cür məsələləri təlim edir. Və xüsusi olaraq bir məsələ də vardır ki, insanın sağlamlığını qorumaq və sağlamlıq cəhətindən məhdud olan insanlara köməklik eləmək. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمْ. Allah Teala insana o kadar değer kıymet verir ki, bütün məxluqatlarından en üstün yarattığı məxluq insandır. Buyurur, biz insanları kəramətli, Adəm övladlarını kəramətli xəlq etdik. En şərəfli ve hörmətli etdik. İnsana Allah o kadar değer verir. Ve Allah Teala insana əşrəfil məxluq olaraq en güzel şəkildə yaratmışdır. Laqad xalaqnal insana fi əhsəni təqvim. Buyurur ki, biz insanları güzel biçimdə, güzel təqvimdə, güzel surətdə xalq etdik. Və bizim gördüyümüz, görmədiyimiz hər nə nemətlər varsa, hamısını Allah insanlar üçün, biz insanlar üçün xalq edib. Ve ilk yarattığı, yani məxluqatlardan bilirik ki, insan olub. Ve Allah Teala insana sağlam bir bədən bəxş eləyib. Sağlamlıq gözəl bir neymətdir. Sağlamlığın gərək insan qədrin bilə. Allah Teala indi biz sağlamlığımızı qorumaq üçün Allah'ın bize verdiği, bəxş elədiyi bütün neymətlərdən düzgün istifadə eləməyimizdir.
və sağlamlığımız Allahın əmrlərinə düzgün qaydada riayət eləməyimizdir. Yəni, əgər biz bu günləri oruç tuturuqsa, bu bir Allahın əmridir. O orucun, o Ramazan, o mübarək ayının içərisində bir dənə sağlamlıq vardır. İnsanın bədəninə sağlamlıq, xeyir verən bir Ramazan ayı əmrdir. Namaz ibadətdir, Allahın əmridir. Namazın içərisində bir sağlamlıq vardır. İnsanın hərəkət eləməsi, insanın səcdəyə getməsi. Alimlər bu günləri sübut ediblər ki, əgər insanın başı ağrıyırsa, ağrımaq çox ağrı varsa, buyurur ki, səcdəyə getsin dərhal. İnsan səcdəyə gedəndə o qədər qan dövranı gözəl olur ki, insanın baş ağrısı dayanır. Allah bu qədər əmrlərində də belə sağlamlıq qərar verir. Ramazan ayı bu günləri oruç tutursan, susuz qalırsan, ac qalırsan, bunun tibbi cəhətdən, sağlamlıq cəhətindən insana çox xeyri vardır. Ona görə Allahın bu neymətlərini, Allahın bu əmrlərini düzgün qaydada yerinə yetirsi, insan öz sağlamlığını da qoruyar. Hazreti Peyğəmbər salavatullah buyurur ki, bir neçə şey var ki, onu əvvəlcədən gərək qədrin biləsən. Buyurur ki, gəncliyin qədrini gərək qocalmamışdan qabaq biləsən. Elə ki, qocalıq səni gəlib tutmayıb, qocalmamısan, gərək cavanlığının qədrini onda biləsən ki, nə qədər ki, qocalmamısan. Allah Teala insanın dövr yaşayışını, məsələn, uşaqlıq dövrümüz var, gənclik dövrümüz var, cavanlıq dövrümüz var. Bunların hamısı Allahın insana verdiği bir neymətdir. Allah insana bunu bəxş edir. Buyurur ki, qocalmamışdan qabaq, qocalıq gəlməmişdən gərək gəncliyin qədrini biləsən. Burada bir söz deyim, insanın əslən qocalmağı, yaşlaşması onun heç ixtiyarında deyil. Hər nəyimiz var Allahın əlindədir. Bu günləri biz əgər saçımızın ağarmasını, saqqalımızın ağarmasını, gözümüzün zəifləməsini, qabağını ala bilmiriksə, ala bilirik yox. Deməli, bu hamısı Allaha məxsus olan bir məsələdir. İkincisi buyurur ki, xəstəlik gəlmədən sağlamlığının qədrini bil. Nə qədər ki, xəstələnməmsən, sağlamlığının qədrini biləsən. Allah Teala insana o bədən üzvləri, bütün orqanları hamısını sağlam şəkildə insana əta eləyib. Onun qədrini bilmək, Allah Teala bizə bunu əmr edir. Sağlamlıq da bir nədir? Neymətdir. Və bizim bədən orqanizmlərimiz o qədər Allah Teala ədalət üzündən qoyub ki, orqanlar biri ki, öz fəaliyyətini itirəndə digərlər ona kömək eləməyə başlayır. Əgər bir gözümüz görmürsə, o biri göz bizə kömək edir görməyə. Qolağımız eşitmirsə, digər olursa, qolağımız bizə kömək edir görməyə. Bütün orqanlar hamısı bir-birlərinə ədalət prinsipindən yanaşırlar. Sonra buyurur ki, kasıblıq gəlmədən zənginliyin qədrini biləsən. Yəni, Allah sənə neymət bəxş eləyib, var dövlət bəxş eləyib, gərək onun qədrini bilmək lazımdır. İsraf eləməyəsən, haram şeylərə xərcləməyəsən. Allah Həzrəti Peyğəmbər salavatullah buyurur ki, belə ayələrdə də var, buyurur ki, pulu qazananda da sənə xeyir olsun, xərcləyəndə də sənə xeyir olsun, sənə cənnəti nəsib eləsin. Dördüncüsü buydu ki, ölüm gəlmədən həyatının qədrini biləsən. Öz yaşayışımızın, öz sağlamlığımızın qədrini bilmək, bu bir bəndə olaraq bizə vacib və lazımdır. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, biz fani üçün deyil, əbədilik üçün yaradılmışıq. Bunlar hamısı insanın cisminə aiddir. Bir cisimimiz xəstə olanda həkimə müraciət edirik. Cismi də idarə eləyən bir dənə nə var? Ruh var. İnsanın ruhu da gərək qidalansın. Ruhu da gərək sağlam olsun. Ruhu da sağlam saxlamaq. İndi ruhu bəs nəyə göstərək, kimə göstərək? Cismimizi həkimə göstəririk. Ruhu isə öz ruhumuzu Peyğəmbər və Əhl-i Beytin vasitəsi ilə neynəməliyik? Qurmalıyıq, sağalmalıyıq. Tərbiyə eləməliyik.
Və həmən o sağlam ruh haqqında Allah Teala buyurur ki, İnnel muttaqine fi cennatin ve nehri fil mug'adi sidqin inde melikil muqtadir. O ki sağlam ruh ki gözəl oldu, Allah Teala o sağlam ruhu təqva əhli, müttəqin olaraq adlandırır. Buyurur ki, həqiqətən müttəqilər cənnət bağlarında və çaylar kənarında, haqq məclisində, qadir hökümdarın huzurunda olacaqdır. Allah onları tərif edir. Həzrəti Peyğəmbər buyurur ki, deməli, insanların ruhu bir-birləri ilə görüşür və bir-birlərindən hal-əhval xəbər alırlar və bir ruh ki, bir insan ki, dünyasını dəyişir, o ruh göy aləminə gedir, pərvaz eləyir və ondan yer aləmindən xəbər alınır. Bu haqda, yəni Həzrəti Peyğəmbər buyurur. Buyurur ki, cismin 6 dənə xasiyyəti vardır, sağlamlıq cismin 6 xasiyyəti vardır. Biri budur ki, sağlamlıq, ikincisi xəstəlik, üçüncüsü ölüm, dördüncüsü həyat, beşincisi yatmaq və oyanmaq. Bu cismin xüsusiyyətidir. İnsanın cisminin xüsusiyyətidir. Bir də var, ruhun da öz xüsusiyyətləri vardır. İndi cismin sağlamlığı bir ayrı bir mənadadır. Yatmağı ayrı bir mənada. Çünki Allah Teala yatmağı, gecəni bizlər üçün istirahət olaraq qərar verir. İndi ruhun yatmağı isə, ruhun da xüsusiyyətləri vardır ki, ruhun buyurur ki, cismin həyatı ayrı bir mənadadır. Ruhun həyatı isə onun elmidir. Ruh ki, ruhu istəsən ki, yaşadasan, onu gərək elm vasitəsində yaşadasın. Ruhun yaşaması onun nəyidir? Elmidir. Sonra buyurur ki, deməli, ruhun ölümü cəhalətdir. Cismin ölümü dediyi var. Cisim ölür, torpağa dəfn edirsən. Amma ruhun ölümü isə cəhalətdir. Bir insanın ki, ruhu ölsə, o cəhalət məsələsidir. Cəhalətdə, qəflətdə yatıb. Və cisimdə bir sağlamlıq vardır. Ruhun sağlamlığı isə onun yəqinliyidir. Ruh sağlam olanda bir şey barəsində o yəqinliyə çatmış olur. Cismin yuxusu bir ayrı bir mənadadır. Amma ruhun yuxusu isə qəflətdir. Cisim yatır, istirahat edir. Amma insanın ruhu yatsa isə o qəflətdə yatmış sayılır. Və nəhayətdə isə buyurur ki, deməli, cismin xəstəliyi ola bilər. Amma ruhun xəstəliyi isə şək deməkdir, şəkdədir. Allahın hökmlərində, qanunlarında bəzən görsən insan şəkkə düşür. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, öz ruhumdan üfürdüm. Allah Teala öz ruhundan insanın ruhuna, cisminə üfürür. Bu haqda İmam Cəfər Sadiq əleyhissalamdan soruşanda ki, necə Allah öz ruhundan üfürüb, məna eləyir, buyurur ki, ruh sözü, rih sözü ilə eyni mənada gəlir, həm yaxındırlar. Rih, yəni külək deməkdir, ruh isə insanın, yəni ruhu, yəni hərəkət edən bir varlıqdır. Külək də hərəkət edir, insanın ruhu da hərəkət edir. Bəzən biz öz ruhumuzu cisimimizdə zəlil eləyirik, həbs eləyirik, məhdudlaşdırırıq onun hərəkətlərini. Və buyururlar ki, İmam Sadiq əleyhissalam buyurur ki, Nəbi və vəlilərdə 5 dənə ruh olar, insan, müqəddəs ruh, iman ruhu, bədən ruhu, qüvvət ruhu və şəhvət ruhu. Amma möminlərdə isə 4 dənə ruh olar, biri iman ruhu, bədən ruhu, qüvvət ruhu və şəhvət ruhu. Kafirlərdə isə 3 dənə ruh olar, bədən, qüvvət, şəhvət. Onlarda iman ruhu olmaz. Və Allah Teala buyurur ki, İnnəllaha yə'muru bil-adl vəl-ihsan və ita'i zil-qurba buyurur ki, və
insan o həqiqətən Allah Teala buyurur, insanı ədalətli olmağa və yaxşılıq etməyi və deməli, qohum əqrabalara haqqını verməyi Allah Teala əmr edir. Yəni, bu sağlam ruhun və cismin insana, cəmiyyətə xeyri vardır. Və bundan, məsələ bunu demək istəyirəm ki, yəni insan ki, öz sağlamlığını qorudu, ruhunu müalicə elədi və xüsusən də özündən digər başqa sağlamlığı məhdud olan insanlara da kömək eləməsi bu xüsusi olaraq şəriətimizdə qeyd olunub. Həzrəti Peyğəmbər və onun əhl-i beyti də həmişə gedərdilər, xəstələrə baş vurardılar və yaxud da sağlamlıq məhdudiyyəti olanlara köməklik eləmək, onların qeydinə qalmaq, onlara rəhmət, mərhəmət göstərmək, bu bir müsəlman olaraq hər birimizin borcudur. Və yazırlar ki, Həzrət Əleyhisselam dünyasını dəyişəndən sonra, dünyadan rihlət eləyəndən sonra şəxs bildi ki, mənə ruzini gətirən hər gecə Həzrət Əleyhisselam olur. Həmişə birinin evinə özü onun hər gecə onun ruzisini aparardı. Və hətta yazırlar ki, bu aparmaqlıq Həzrət Əleyhisselamın kürəyində bir iz buraxmışdı. Ona görə bir müsəlman olaraq Allah Teala bizlərə, Peyğəmbər və onun əhl-i beyti bizlərə buyurur ki, bəli, insan digərlərinə ehsan eləmək, kömək eləmək bir müsəlman olaraq vəzifə borcudur. Və Allah Teala buyurur ki, və qul li ibadi yəqulullati hiyəl əhsanu. Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. İnsan danışmaqla da ehsan edir bir digərinə. Gözəl söz deməklə o özdə bir ehsandır. Başqasına bir gözəl söz deyəsən, o Allah Teala Quran-ı Kərimdə buyurur, özü bir ehsandır. İnsan buyurur ki, öz sağlamlığını öz duaları ilə qoruya bilər. Öz sağlamlığımızı qorumaq üçün Allahdan gərək dualar eləyək və digərləri üçün də dua eləmək hər bir müsəlmanın borcudur. Əgər bir nəfərin çətinliyi varsa, hansısa bir işi çətindirsə, düzəlmirsə, bir digər mömin qardaşına vacibdir, lazımdır ki, onun üçün dua eləsin, onun sağlamlığı haqqında, onun ruhusu barəsində, onun gözəl olması barəsində. Bu özdə bir gözəllikdir, müsəlmanın gözəlliyidir. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, İnnəllaha la yunsuru iləl əcsamikum və la ilə surəkum və lakin yanzuru ilə qulubikum və əmalikum. Buyurur ki, həqiqətən Allah sizin bədəninizə və görüşünüzə baxmır. Allahın nəzər elədiyi sizin qəlblərinizdə olan imanlarınızdır ki, ona nəzər salır ki, insan öz imanı ilə dünyasını dəyişir və bu həyatda öz ömrünü sürür. Allah Teala bizləri sağlam bədənlərdən, yəni sağlamlığımızı qorumaq üçün Allah bizə qüvvət versin və digər o şəxslər ki, sağlamlığından əziyyət çəkirlər, qüsurları var, əziyyət çəkirlər, hansısa bir mərizliyi, xəstəliyi var. Allahdan bu əziz gündə istəyək ki, Allah onlara da şəfa inayət eləsin. Xüsusən Allah bütün xəstələrimizə şəfa versin. Xəstəlik, yəni sağlamlığı böyük bir neymətdir. Bunu ki, qeyd elədiyi Peyğəmbər, Əhl-i Beyt bunu bizlərə buyurur, Allah Teala özü də buyurur. Yəni, hər bir zaman insan öz qədrini bilməlidir. Öz sağlamlığının, öz dəyərini bilməlidir. Allah Teala bizləri ağla gələn, gəlməyən bəlalardan hifz eləsin. Və bir məsələni də qeyd eləmək istəyirəm inşallah ki, yəni bugünkü günlər əziz günlərdir. Bu gecə Qədir Əhya gecəsidir. İnşallah burada da keçiriləcək. Və bundan əlavə Novruz günlərini yaşayırıq. Yəni bu günlər Novruz bayramıdır. Allah Teala'dan bütün sizləri və digərlərini hamısının Allahdan arzu edirəm ki, bugünkü günü hər birinizə mübarək eləsin inşallah. Novruz məsələsi, yəni bu bir məsələdir ki, yəni məna ediblər, buyurublar ki, Novruz məna budur ki, yəni yeni gün. Bu yeni günün başlanması, həm də günəş ilinin daxil olması bununla əlaqədardır. Bu düzdür, alimlər buyururlar, İslamda bunun haqqında, yəni İslamla bir əlaqəsi yoxdur, amma milli adət-ənənələrimizdir. İndi biz bir iş görəndə, bir iş elə olanda, birinci baxmalıyıq ki, görək bu işin, bu məsələnin İslamla nə ziddiyyəti var? Ziddiyyəti nədir?
Əgər İslamla ziddiyyəti varsa, Quranla, İslamla, şəriətlə ziddiyyəti varsa, əlbəttə onu eləmək olmaz. Amma bu Novruz isə İslamla heç bir ziddiyyəti yoxdur. Yəni, nə baş verir burada? Bir insan, bir müsəlman olaraq, məsələn, digər özündən, öz qohum əqrabalarına belə deyə baş çəkir və ona xoş sözlərini bildirir və hətta bugünkü günlərdə küslü adamlar barışır və xüsusən öz ölənlərimizi ziyarət edirik, qəbir üstünə gedirik, ziyarət edirik və Quran oxuyuruq. Bu, hamısı İslamın bəyəndiyi bir məsələdir. Hətta yazırlar, bir hədisdə axşam oxudum, buyururlar ki, bir nəfər ki, Həzrət Əli əleyhissalama bir hədiyə gətirir, deyir, bu nə hədiyə deyir, bu Novruz hədiyəsidir. Və deyir ki, hər günümüz Novruz olsun. Yəni, və bir də bu Novruz insana məadı xatırladır. Ki, yer oyanır, bitkilər hamısı, deyək ki, qış aləmində o ki, bitkilər ölürlər, belə deyək, və bu baharda isə, bu Novruzda isə hamısı neynir, başlayır baş qaldırmağa. Yəni, qiyamətdə də insanlar dünyasını dəyişəndən sonra bir zaman gələcək, qiyamət günündə hamısı qəbirdən qalxacaqlar. Sanki bizə o məadı xatırladır. Məadı xatırladır. Ona görə və Quranda da belə bir ayə var. Allah Teala buyurur ki, qalə Musa, qalə məv'idukum yevməl zinəti və ən yuhşərun nası zuha. Deməli, Taha surəsinin 59-cu ayəsində belə bir ayə var. Allah Teala buyurur ki, Musa dedi ki, görüş vaxtınızı bayram günü cəmaatın bir yerə toplaşacağı səhər vaxtıdır. Bu ayə nədən ibarətdir? Ki, bir zaman Musa öz cəmaatını yığdı ki, öz sehirini göstərəcəkdi, möcüzəsini daha doğru göstərəcəkdi. İnsanları bir yerə yığdı ki, hamısı bir yerdə o hadisənin şahidi olsunlar. Şahidi olsunlar. Burada alimlər buyururlar ki, zinət sözü ki var, yavmı zinət, yəni bu Novruz bayram gününə aid məna eləyiblər, bayram günü. Bayram günü də, yəni bunu Novruz bayramı ilə əlaqələndirirlər. Və başqa bir hədisdə də vardır ki, Həzrəti Peyğəmbər sallavatullahın əleyhissalam mübarək siyninə çıxır, Kəbədə bütün bütləri hamısını həmən günü, Novruz bayram günündə hamısını dağıdır. Bu Novruz gününə təsadüf elə, həmin günü Novruz günü qeyd olunur. Yəni bunlar haqqında xüsusi olaraq deməli, məsələlər, sözlər var. Məsələn, Ayətullah Məkarim Şirazi təfsiri nümunədə buyurur ki, deyir, həmin bu ayənin haqqında buyurur ki, İmam Sadiq əleyhissalamdan belə nəql edir. Novruz bayramı haqda buyurur, bir gün mübarək, bu bir mübarək gündür. Çünki bu gündə Nuh Peyğəmbərin gəmisi Əl-Cudi dağında dayanmışdır. Əl-Cudi dağında buyurur ki, dayanmışdır. Ayətullah Məkarim Şirazi Nuhun gəmisini Əl-Cudi dağında dayanmasını, Novruz günündə olmasını öz kitabında qeyd edir. Xülasə budur ki, bunların bizə heç bir xeyri vardır ki, bir ziyanı, heç bir şeyi yoxdur. Və buyururlar ki, bu gün o gündür ki, İmam Əli əleyhissalam Peyğəmbərin mübarək çiyninə çıxmış və bütləri sındırmışdır. Və sonra başqa bir ayədə buyurur ki, həmən günü deyir, Misir cəmaatı yaraşıqlı paltar geyməklə, gözəl paltar, təzə paltar geyməklə bayram eləyərdilər. Yəni, bu qədimdən qalan bir şeydir. Bu, keçirilib, olub. Və sonra Həzrəti başqa bir hədisləri də vardır ki, Şeyx Saduq nəql edir ki, mən la yəhzuruhul fəqih kitabında buyurur ki, əleyhissalam üçün Novruz hədiyyəsi bəxtidim gətirdilər. Buyurdu ki, dedilər, ey əmirəl-möminin, bu gün Novruzdur. Bu günü bayram edib bir-birinə hədiyyə bağışlayırlar. Həzrət əleyhissalam buyurdu ki, bizim hər günümüz Novruz olsun. Xülasən budur ki, Allah Teala bugünkü günü bütün müsəlmanlara mübarək eləsin. Allah Teala bütün ağla gələn, gəlməyən bəlalardan hifz eləsin. Allah Teala bugünkü günü bütün möminlərə mübarək qərar versin inşallah. Və dünyanın hər bir yerində insanlar, müsəlmanlar cümə günündə cəm olublar, ibadət itaət eləyirlər. Allahdan istəyək, Allah onların dualarını, ibadət itaətlərini qəbul eləsin inşallah.
Allah Teala dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah Teala o şəxslər ki, dünyaların dəyişikliyi haqqı boynumuzda olan valideynlərimiz, alimlər, övliya, seyyid və seyrələr, Allah icmaən hamısına qəriq rəhmət, vasili cənnət eləsin inşallah. Allah hamınızdan razı olsun. Allah'ın güzel günləri qismətiniz olsun inşallah. Allah hamınıza can sağlığı versin. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər alı Peyğəmbərə salavat hədiyyə elə inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed.